Bundan öncəki videolarda VLOOKUP funksiyası haqqında məlumat vermişdik. İndi isə gördüyümüz bu ID koda görə qarşımızda olan bu cədvəldən ad, soyad, yaş məlumatlarını avtomatik olaraq eyni anda gətirməsini istəyirik. Bunun üçün yazırıq. Bərabərdir VLOOKUP. Tab düyməsini klikləyərək funksiyanı aktivləşdiririk. Lookup value hissəsinə B22 xanasını ötürdükdən sonra Table Array bölməsinə gördüyümüz bu cədvəli ötürürük. Daha sonra vergül qoyaraq burada sütunların neçənci olduğunu ötürmək üçün biz gördüyümüz bu mötərizəni açaraq 2, 3 və 4 rəqəmlərini qeyd edirik. Yəni, ikinci, üçüncü və dördüncü sütunda olan məlumatları gətir. Vergül qoyaraq 0 yazdıqdan sonra mötərizəni bağlayaraq Ctrl-Enter klikləyirik. Və gördüyünüz kimi avtomatik olaraq bu ID koda görə cədvəlimizdə olan məlumatları uyğun olaraq gətirmiş oldu. Biz burada ID kodu dəyişdikdə avtomatik olaraq məlumatlarımız da dəyişmiş olacaq.